Dövlət İmtahan Mərkəzi ali məktəblərə ödənişli əsaslarla qəbul olan tələbələri sevindirib. Yüzlərlə gənc ödənişsiz əsaslarla təhsil almaq imkanı əldə edib. Bunun üçün əlavə müsabiqə keçirilib. Proses 32 ali təhsil ocağını əhatə edib. Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 584 tələbə ilə bağlı yeni qərar verilib. Onlar müsabiqəyə əsasən ödənişsiz təhsil almaq imkanı qazanıblar. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə 2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yer istifadə edilməyib. Millət vəkili Ceyhun Məmmədov prosesin əhəmiyyətinə toxunaraq ödənişli əsaslardan dövlət sifarişi üzrə təhsilə keçid edən tələbələrin pullarının geri qaytarılması məsələsindən də danışdı. Çətin bir məsələ deyil. O, Elm və Təhsil Nazirliyi bu istiqamətdə işlərini görəcək. Yəni, həmin gənclərin hesabları var, həmin gənclərin kartları var. O, həmin kartlar vasitəsilə bunu həll etmək mümkündür. Bu, 500-dən artıq ailənin sevinməsi deməkdir. Yəni, siz nəzərə alın ki, bir tələbənin oxuması üçün həm təhsil haqqı, həm bunun kirayə xərci, nəqliyyat xərci, ailələrimiz üçün bu çox önəmli bir məsələdir. Təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu'nun sözlərinə görə oxşar proses bir müddət əvvəl magistratura səviyyəsində də tətbiq olunub. Ekspert əlavə etdi ki, seçimlər təsadüfi deyil, abituriyentlərin imtahan nəticələrinə və topladıqları ballara əsaslanır. Bu proses artıq çoxdandır tətbiq olunur və bu təcrübədən keçirilib. Burada əsas bal meyarı götürülür. Yəni seçim təsadüfi deyil? Xeyr, qətiyyən təsadüfi deyil. Onlar birinci semestrdə təbii ki, təqaüd də alacaqlar. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, həmin tələbələrin siyasi müvafiq tədbirlər görülməsi üçün ali təhsil müəssisələrinə göndərilir. Bundan əlavə, həmin tələbələrin şəxsi kabinetlərində qeyd olunan mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilir. Bu proses 32 ali məktəbdə təhsil alan tələbələri əhatə edəcək. Nurlan Şiraliyev, Rahil Bəhruzadə, ATV Xəbər.